Mənim Cahandar bəyədir sualım. Bu çox oxşayır Qarabağ kartına. SSR-nin son illərdə oynadığı Ermənistan-Azərbaycan xalqının üzərində qurduğu, xalqının faciəsi üzərində qurduğu və Ermənistandan, ermənilərdən istifadə edərək monoetnik Ermənistan qurulmasına qədər gəlib çıxan böyük bir prosesin nəticəsi göz önündədir. Bu, belə deyək, şimalda olan Qərbi Azərbaycanın başına gətirilənlər, güneydə olan Qərbi Azərbaycanın başına gətiriləcəkmi? Təbii ki, biz məsələləri müzakirə edəndə tarixə bir ekskursiya etməliyik. Buyurur. Güney Qafqazda, Azərbaycanda, türk yurtlarında etnik dövlətlərin yaradılıb, dövlətlərimizin parçalanması, dağılması siyasəti 18-ci əsrin sonlarından 19-cu əsrin də özəlliklə 1850-ci illərdən bu yana daha çox füsət alıb. 1900-cü illərin başlanğıcında Osmanlı İmperiyasının çökdürülməsi, Azərbaycan Türk dövləti Qacarlar sülaləsinin də çökdürülüb, yerində fərqli dövlətlərin qurulması hədəfləndi və təbii ki, Atatürk liderliyində Türkiyə Cumhuriyyəti qurulub, Osmanlı İmperiyasının yerində bir cumhuriyyətimizi, dövlətimizi qoruyub saxlaya bildik. Və həm dövrdə də bilirsiniz ki, Amerikan prezidenti Wilson modeli adlı bir model vardı. Həm bu modeldə Böyük Ermənistan və Böyük Kürdistan qurmaq nəzərdə tutulurdu. Maalesef ki, Böyük Ermənistanın özü qurulmasa da Azərbaycan torpaqlarında bir Ermənistan qura bildilər. Amma Böyük Kürdistanın qurulmasına çox çalışdılar, alınmadı. Bunun da əsas səbəbi, alınmamasının əsas səbəbi təbii ki, uzun illər, min illərlə Türk və Kürd xalqlarının iç-içə olması və etnik savaş zamanı Kürdlərin, ermənilərin daha çox Kürd öldürməsi. Bu artıq faktdır. Tarixdə Türk-erməni soyqırımından danışırlar. Əslində daha çox o bölgədə ölənləri Kürdlər erməni tərəfindən və Kürdlər tərəfindən öldürülənləri ermənilər öldürüb və aralarında ciddi bir qan düşmənçiliyi var və bu qan düşmənçiliyilə də o dövrlər Şeyx Səidlərinə qədər çalışsalar da o bölgədə bir Kürd dövləti və muxtariyyət əldə edə bilmədilər. Təbii ki, çox saylı üsyanlar oldu. Bunları siz tarixdən bilirsiniz. Bu siyasət təbii ki, davam... Cahandar bəy, bir məsələyə toxunum. Bax, siz yaşadığınız, doğulduğunuz bölgədə də, yəni Ağbaba, Şörəyil ərazisində də, o cümlədən həmən ərazinin parçalanmış yarı hissəyə, Sovet hakimiyyətinə verilmiş hissəsi var. Şörəyilin bir hissəsi Türkiyədədir, bir hissəsi... Böyük bir hissəsi hətta demək olar. Orada da Kürdlərlə Türklər tarixən bərabər yaşayıblar və çox dinc şəraitdə yaşayıblar. O cümlədən elə bizim hörmətli Aqil bəyin də doğulduğu Kəlbəcərdə Kürdlərlə Türklər daim qardaşlıq, dostluq şəraitində yaşayıblar və bu problem olmayıbdır. Bu problemin uyduranlar, bu problemi gətirənlərin tarixi mənə gəlir ki, o qədər qədim deyil və bu bir alətdir, bu bir oyundur. Bu Kürd xalqına qarşı bir sevgi deyil. Mən inanmıram ki, İran-Fars Molla rejimi bu qədər sevsin Kürdləri. Bu, siz də özünüz bilirsiniz ki, Kürd adına qurulmuş bütün təşkilatların aparıcı kadroları və təşkilatların içərisində olanların böyük əksəriyyəti qeyri-Kürdlərdir. Bu haqda da yəqin bilgiləriniz var. Özəlliklə deyək ki, bugün Suriyada PYD-nin tərkibində %30 Kürd yoxdur. Hətta 8 minə yaxın Almaniyadan gələn mühacir savaşçı var. O cümlədən dünyanın hər yerindən gəlib 60-70 minlik bir ordu yaradıblar. PKK-nın da tərkibini biz araşdıranda görürük ki, daha çox erməni soylular və bölgədə anti-türk gücülərdir ki, onlar Kürd adından savaşırlar və Kürd xalqını burada hədəf göstərirlər. Bir mənalı şəkildə. Bu baxımdan biz Kürd təşkilatların hamısını bir-bir satadasaq, İran adlanan Azərbaycanda KOMEL, PEJAK, eyni zamanda Suriyada PYD, YPG və KDP, KYB, PKK və digər bütün təşkilatların biz tərkibinə diqqət eləsək, görürük ki, o təşkilatların hər birinin arxasında ayrı-ayrı güc mərkəzləri durur. Kürd xalqının bağrından qopan, onun iradəsini əks elətdirən hansı bir Kürd adına təşkilat biz görə bilmərik. Bu baxımdan da bugün Kürd adından, Kürdləri azadlıq adından şirinləşdirici və xoşgörü şüarlar vermək təbii ki, Kürd etnosunun gücündən yararlanıb Türkə qarşı qoyma siyasətidir.
Biz bunu hər zaman qarşımızda görürük. Bu baxımdan da Türkiyədə və bütün ön Asiyada belə deyək, İran adlanan Azərbaycan daxil, bugünkü baş verən bütün olayların arxasında dış odaqlar durur. Xüsusilə Avropa mərkəzli, Amerika mərkəzli küresel güclərə bağlı olan mərkəzlərlə yanaşı, ortada onu yenidən dizayn etmək istəyən bölgə dövlətləri də var ki, onların arxasında durur, onları qışqırdırlar. Onların hər cürə onlara dəstək verirlər, həm informasiya dəstək, lojistik dəstək və bununla yanaşı onlar üzərindən də böyük paralar qazanırlar. Bölgədə qarşı durmalardan yararlanaraq Qarabazarda neft, qaz satışından böyük gəlirlər əldə edirlər. Həm də tranzitdən və narkotik istehsalından və satışından trilyonlar qazanırlar. Bu trilyonların qazanmasında bugünkü Tehran Fars faşizmin rəhbərliyi, xüsusilə Sepah gücləri xüsusilə iştirak edirlər. Erməni silahlı qüvvətlərinin də Sepah güclərinin bugün narkotik ticarətdən ortaq qazanc əldə etdikləri böyük sərmayə var. Bu gizli deyil. Hətta Qarabağda da bilirsiniz ki, narkotik istehsalından İran üzərindən də dünya bazarına bunu pazarlayırdılar. Bunların hamısı maraqlar hansı nəyin üzərində qurulub və eyni zamanda da bilirsiniz ki, İran adlanan Azərbaycan böyük əksəriyyəti türk olmasına baxmayaraq 12 milyona yaxın Fars adına Fars faşist bir cəryanını hakimiyyətə gətirib bölgədə olan xalqları totalitar və diktatora rejimlə idarə edirlər. Məqsəd burada türkləri sıradan çıxartmaq, onlara qarşı baskı yürütmək. Mən hesab edirəm ki, biz İran adlanan Azərbaycanı, Ön Asiyanı, Türkiyəni, Azərbaycan Cumhuriyyətini, Qarabağ məsələsinin bütünlüyü ilə müzakirə edəndə bir mərkəzdən, bir düşüncədən yanaşaraq bu məsələnin arxasında duran gücləri tam... Kimdir o güclər? Təbii ki, bugün bölgədə maraq olan dövlətlərdən söhbət gedir. Avropa dövlətlərinin təmsilçisi Fransa olmaqla... Elə bircə saniyə, bax, burada. Cahangir bəy, yaralana biləcəkmi və ümumiyyətlə doğrudan mı Akşin bəy dediyi kimi və yaxud da Aqil bəy dediyi kimi Türkün qüvvəsindən çəkinir, yoxsa elə bu oyunun tərkib hissəsi ki, biraz da məsələ kəskinləşsin, yumuşaq buraxır ki, şiddətlənsin? Elçin bəy, burada qaranlıq məqamları, anlaşılmayan məqamları axtarmaq üçün biraz dərinliyə getmək lazımdır. Cəhd eləyək onda. Görürsünüz, Qərbin Tehranla maraqlarını kəsişən və uzlaşan yerləri var. Amma niyə kəsişirlər, niyə uzlaşırlar? Bu məsələ ciddi məsələdir. Birinci Dünya müharibəsində, İkinci Dünya müharibəsində, Birinci və İkinci Dünya müharibəsinin qalibləri demək olar ki, eyni mərkəzlər idi. O zaman da Rusiya idi, İngiltərə idi, Amerika idi. İkinci Dünya müharibəsində də bunlar qalib idi. Birincidə qalib deyildi əslində, çox pis məğlub idi özdə Rusiya. Çar Rusiyası getdi, Qırmızı İmperiyanı qurmadılar mı? Yenə qalib oldu da. Dəyişə əksinə sınırlarını daha böyütdü. Kimsə məğlub saya bilməz. Sazişi hər halda biabırçı bir sazişi. Bütün məsələlərdə biz forma dəyişdi, məzmun qaldı, ondan danışırıq. İndi İranda da 79-cu ildə inqilab oldu, mollalar, pəhləvilər getdi, mollalar gəldi. Mahiyyət dəyişmədi ki. Qətiyyən. Bu Çar Rusiyasından Qırmızı Rusiyanın da dəyişməyə mahiyyədə o idi. Bu baxımdan biz deyirəm ki, köklü yanaşmalıyıq ki, bu qalib olan dövlətlər də təbii ki, bölgənin dizayn edilməsində bir yerdə idilər. Baxmayaraq, bir çox məsələlərdə maraqları toxuşurdu, amma ana hədəflər də bir yerdə olublar hər zaman. Bugün Suriyada görürsünüz ki, Ukrayna cəbhəsində Amerika ilə Rusiya çatışır, amma Suriya və Asiya cəbhəsində bir yerdədirlər. Özəlliklə Kürdlərin dəstəklənib Türkiyə qarşı qoyulmasında İsrail, Rusiya, İran və Amerika bir yerdə olub. Və bugünkü PYD Suriyada Amerikanın silahlı qüvvətləridir. Amma PYD-ni dəstəkləyən, onlara silah verən ən güclü dövlətlərdən biri İranın özüdür. Maraq, hədəf burada önəmlidir. Bugün İranın özü təbii ki, Kürd məsələsində siz də gözəl bilirsiniz ki, ayrı-ayrı İsraillə, Qərb dövlətlərlə, Rusiya ilə, Amerika ilə işbirliyində olan bütün Kürd təşkilatlarından içsədir. Özəlliklə PKK-nın əsas kampusu mərkəzlər də yerləşir İran ərazisində, doğrudurmu?
Süleymani da Bafıl Tələbaninin silahlı qüvvətlərlə %100 İranla işbirliyi var. Ərbillə də çox isti münasibətlərdədir və digər tərəfdən də Türkiyənin içərisində olan belə siyasi partiya, Dem partiyasıyla da çox sıcaq münasibətləri var. Hətta Kürdçü Hüdapar belə siyasi, İslamçı, radikal bir təşkilat da İranla çox isti münasibətlədir. Hüdaparın özünü hətta Türkiyədə Hizbullah kimi tanıyırlar. Bu bir gerçəkdir. İranın ayrı-ayrı dövlətlərlə çatışan və toxuşan məqamlarında Türkiyə olan münasibətlərində ortaq maraqları bütün gücləri birləşdirir. Bugün Suriyada onlar Rojava qururdularsa, İran adlanan Azərbaycanda Roşela qururlar. Yəni Rojava Qərbi Kürdistan, Roşela də Şərqi Kürdistan mövzularından gedir. Amma bunların hamısı bir yerdə iştirak edirlər. Bugün siz də sual verdiniz Sədrəddin bəyə ki, bəs Amerika bunu belə istəyirsə İranın marağına ziddir. Niyə bu prosesdə iştirak edir? Burada təbii ki, qafalar qarışır. Bu toqquşmalarda, bu anlaşılmazlıqlarda. Burada əsas məsəl gəlin qəbul edək ki, Qərbin İrana münasibəti, ya Amerikanın İranına Fars hakimiyyətini, yəni farsçılığı götürmək deyil. Fars hakimiyyətinin mahiyyətinin məzmununu saxlayıb formasını dəyişməkdir. 79-cu ildə Pəhləviləri götürdülər, mollaları gətirdilərsə, indi Batının marağı mollaları götürüb yenidən yaşatçılar ya da xalq mücahidlərinin temas sistemi içərisində başqa qüvvələri gətirib federal bir İran qura bilsinlər. Onun uğrunda bir mübarizə gedir. Burada dərinlikdə olan farslarla, fars etnik gücünlə, çətələşmiş farsçılarla Batının hərəkəti bir yerdədir. Bu baxımdan da Urmiyada olan məsələlərə mən hesab edirəm ki, biz müzakirə eləyəndə, burada Aqil bəy ona diqqət çəkdi, amma gəlin açığını qəbul eləyək ki, bu hərəkətlənmənin ilk təşkilatçısı və prosesin başlayan rejimin özüydü. Elə mi? Bəli, rejimin özüydü. Rejim özünüz görürsünüz. Sadəcə nəzarətdən çıxdı. Xeyr, ya indi ona gələcək. Çıxdı, çıxmadı. Rejimin burada məqsədi nə idi? Siz özü bilirsiniz ki, İranda olan Kürdlərin %80-i məzhəbcə sünnidir. Bəli. Və eyni zamanda türklər də Şiə məzhəbindəndir. Doğrudurmu? Sünni olan da hakimdir Türkiyədəki türklər. Doğrudur? Bəli. Rejim Kürdləri, yəni bugün Komeli, Pejak və digər güclər ayağa qalxır. PKK orada Urmuda, Azərbaycanın digər şəhərlərində bayram şənliyi təşkil edirsə, deməli burada İran rejiminin onlarla bir bağlılığı var və onlar birgə Kürd hərəkətini təşkil edirlər. O suni bayramlaşmanı onlar yaradırlar ki, türklərdə qıcıq yaratsınlar. Sonra da türklərə deyirlər ki, görürsünüz, bunlar sizin evlərinizi alır. Yəni məqsəd bunları üzə gətirmək. Amma bu dəfə onların niyyəti etnik zəmində üzə gətirmək deyil idi. Dini. Məzhəbçilik zəmində üzə gətirmək idi. Məqsədləri o idi ki, belə bir fikir yaratsınlar ki, sünnilər, yəni rejimin mahiyyətindən danışıram, Şiə türklərin, yəni Şiələrin onların anlayışında deyək, torpaqlarını alırlar, onlar üzərində bir baskı yürüdürlər və rejim bu insanları ayağa qaldıranda siz orada fikir verdiniz, daha çox Haydar Haydar şarkıları səsləndirdilər, şuarları verirdilər. Məqsəd İran bölgəni Səfəvilik dövrünə çəkib, oradan Türk amili üzərindən Şiə və Sünni davasına gətirib, Kürdləri də Sünni obrazından ortaya qoymaqla məqsəd Türkiyəni hədəf göstərmək idi. Ana niyyət buydu. Siz bunun ana xəttini nədə görə bilərsiniz? Pezişkənin seçilməsində. Pezişkəni nədən seçdilər? Rejim razılıq verdi, seçməyə də bilərdi. Üstündən xət çəkərdi, seçkiyə buraxmazdı. Ona görə seçdilər ki, bunun dostlarımız da söylədi ki, Türk amili o qədər gücləndi ki, rejimin özünün bölgəni kontrolda, dövləti kontrolda saxlamaq üçün. Urmiyədəki türklərin ayağa qalxmasını İran mərkəzi hakimiyyəti təşkil elədi, yoxsa? Təşkil elədi, arxasında durdu, amma burada bir amması var. Bunu xalq, belə deyək, bütövlükdə türklərin özünü götürək,
bildilər, xüsusilə bilirdilər niyyətləri nədir. Bu sıradan bir məsələ deyil. 29 Aralıq, dekabrda Ərdəbildə AMML-ın rəhbəri ilə bir konsert təşkil edib Azərbaycanı və Türkiyəni təhqir eləmişdilər. Yadınıza gəlir herhalde. Mehdi Rəsulun rəhbərliyində şərqlər, təhqirlər. Orada nəyə qoymuşdular? Səfəvilərin dövrünə çəkmək istəyirdilər ki, o zaman da biz İranla savaşdılar, bizi qırdılar, anlayışını ortaya gətirib bir Türkiyə və Türkə qarşı qoyma siyasəti vardı. O siyasət bugün də davam edir. Bugün də Azərbaycandan qastrol'a gedən müğənnilər var ki, sərhəd bölgələrində Səfəvilik dövründən şərqilər səsləndirirlər. Xalqın içərisində Ələvi və Sünni, Şiə və Sünni davasını qızışdıran böyük tədbirlər keçirirlər. Məsələn, Talih Boradigahı bugün orada qastroldadır. Mehdi Rəsulu ilə bir yerdə, onlar Xameneyin artistləridir. O bölgələrdə təbliğat aparırlar. Artıq xalq bilir ki, rejim içəridə məzhəbçilik üzərindən bütün türkləri şiəlik ətrafında toplamaq niyyətindən şiələr və sünnilər anlayışıyla Türkiyə qarşı bir savaş hazırlayırlar. Baxın, söylənildi ki, Urmiyadakı bütün hadisələr mərkəzdən idarə olunurdu və xalq ona imkan vermədi. Vermədi, neynədi? İranda bütöv İran anlayışının iki ideoloji mərkəz idarə edir. İki baxış var. Bir İsfahan, Fars millətçiliyinin baxışı, bir də Ərdəbil Səfəvilik baxışı. İkisi İranı qurtarma siyasətidir. Son dövrlər İran Türk amilinin qarşısında tab gətirə bilmədiyinə görə Ərdəbil mərkəzi Səfəvili siyasətinə üstünlük verib. Bunu bütün çalarlarla bir hiss eləyirik. Məqsəd İranı bilir ki, İranda çoxunu türkdür. Amma təbii ki, türklər də şiə məzhəbindəndir. İranın bütövlüyünü qorumaq üçün şiəli kartı, türk şiəliyinə, Ərdəbil Səfəviliyinə qayıdıb, oradan məzhəbçilik üzərinə İranı qorumaq olar. Məzhəbçiliyin lideri də istəyir türk olsun, istəyir Fars olsun, kimdir? Xamneyinin özüdür. Hər iki halda Xamneyi məzhəbçilikdən yaranıb İranın bütövlüyünü qorumaq istəyir. Bir dəqiqə Sədrəddin bəy nəsə demək? Bax, Urmiyada baş verənlər Güney Azərbaycanda necə qarşılandı? Yaxşı sualdır. Yəni, gəlin baxaq. Axı, biz bilirik ki, bugün Güney Azərbaycan xalqı belə deyək də çox yüksək əhval-ruhiyyə var. Hal-hazırda nəticə necə qarşılandı? Nəticə çox yüksəkdir. Bizdən idi. Nəticə dedi ki, xalq və türklər siyasəti dəyişdilər. Nəticə bizimdir. Çünki o nəticəni rejim əldə edəmədi. Biz əldə etdik. Bugün həbs olunan uşaqlar var, beykəçilər var. Nəticəni onlar dəyişdiklərinə görə onları həbs elədilər. Ümumiyyətlə, Məsud Pezeşkiyan məğlub İran üçün hazırlanmış bir layihədir. Bu, Xamneyinin, yəni məğlub İran strateji olaraq məğlub İran üçün hazırlanmış bir layihədir. Bu artıq İranın dərk elədiyi bir məcburiyyətdir. Çox qısaca. Pezeşkiyan məğlub İran deyil, İranı böyütmək üçün gəlir. Çünki Pezeşkiyan seçiləndə elan eləmişdi. Bəli. Ki biz tarixi İran əraziləri küçülüb, biz onu qaytarmalıyıq. Əslində Pezeşkiyan ona görə seçilmişdi ki, şiəçilik, məzhəbçilik üzərindən Azərbaycanın quzeyini İrana bağlı.